Cənab Prezident, bax bu şəraitdə yaşayıram. 33 il Xırdaranda Planşot Texnikomunun yataqxanasında yaşamışam. Özüm də onkoloji xəstəyəm, 2-ci qrup, 50'ləm. Müharibə veteranıyam. Gəlmişəm Laçında, bax öz həyatımda toldan belə bir şərait qurub bu şəraitdə yaşayıram. Bu şəraitdə 5 ay işıqsız qaldım. 5 aydan sonra mənə işıq verdilər. O işığı da gündə kəsirlər. Kabel alıram, kəsirlər, doğrayırlar, gedirəm kabel alıram. Qoşuram, caddirlər. Mənə şərait yaratmırlar. Məni bax bu gündə, bu şəraitdə sitam eləyirlər. Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirəm. Mənə köməkdarlıq eləyəsiniz. Laçında öz torpağımda işığım çəkilsin. Evim tikilsin, burada yaşayayım. Hansının yanına gedirəm? Mənə deyirlər ki, sən öz başına köçüb gəlmirsən, səni buradan deport eləyəcəyik. Deyirəm, ay qardaş, mən Laçın vətəndaşıyam. Laçının sakiniyəm, bu mənim pasportum, bu mənim evimin sənəti. Mən Fransada yaşamamışam, Almaniyada yaşamamışam, sən məni niyə deport eləyirsən? Gündə məni bax bu vəziyyətə salıbdılar. Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirəm. Mənim işığımın çəkilməsi, evimin tikilməsinə köməkdarlıq eləyəsiniz.